Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavli. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil faracahum. Qolmuş şeytan şerrindən Allah'a sığınıram. Rahman, Rəhim olan Allah'ın adıyla. Allah'ın salam və salavatı olsun Peyğəmbər və onun pak əhli beytinə. Quran elmləri dərsi mövzumuz Məkkə və Mədinə surələri haqqındadır. Biraz məlumat verdik kitabdan və kitabdan xaric. Bunun nədir xeyri? Mən məlumatlar verim. Kitabda olar olmaz hər və hala deyim. Xeyri budur ki, İslam şəriətinin tarixini anlamaq, yəni İslam şəriəti nə vaxtdan qanun ünvanında bizə deyilib. Fiqhi dəlillərdən istifadə. Baxsan ki, məsələn, filan fiqhi dəlil filan yerdə deyilib, əvvəl deyilməyib. Deyilən vaxta qədər, məsələn üçün deyək, cihad hələ əmri yox idisə, hicab əmri yox idisə, o əmrə qədər hicabsızı cihad etməkdə günah sayılmazdır. Yəni, cihad etməli, günah deyil, baxırıq cihad əmrinin nabatın qüvvə minməsindən. Ondan sonra hesablayırıq. Quranın məsələlərindən bəzisinə cavab, hər hansı bir ortaya şübhə çıxırsa, biz eləyə bilərik ki, Məkkə və Mədənə surələrinin bilməkliklə deyək ki, bu filan yerə cavabdır. Məsələn, nasix mənsuxu mənə etmək. Hansı gec gəlib, hansı tez gəlib. Bəziləri Məkki ayələrin, Mədəni ayələrin nasixi biliblər. Bu da düzgün fikir deyil. Deyirlər ki, Məkki ayələri, Mədəni ayələrin nasixi. Yəni, bu aya gəlibsə Məkkədə, sonra Mədinədə, bu deməli, bu ayə bunun qüvvədən salır. Bəzilər ki, əvvəl gələn Məkkədir, çünki Məkkədir, filandır. Ondan sonra gələn hökmlər qüvvədə deyil, nəticə birinci odur. Bəzilər ki, yox, Mədinədə olan ayələr sonradan gəldiyi üçün, sonradan gələn əvvəlkini ləğv edir də. Deyir ki, yox, belə şey yoxdur. O, məkan və zamandan görə olan Məkki Mədəni, orada hər hansı bir hökm dəyişirsə, Bəqərə 106-da Allah deyir ki, biz hər hansı bir hökm nəsx etsək və dəyişsək, ondan yaxşısını gətirə bilməyə bizim gücümüz var. Gətirirsə, içki barəsində gətirir ayə, deməli budur. Başqa məsələ barəsində ayə gətirməyibsə, deməli hələ əvvəlki qüvvədədir. Kəlam elmində istifadə, Əhl-i Beytin fəzilətli ayələri. Yəni biz baxırıq ki, Mədinə şəhərində nazil olan ayələr hansı, bəzi nəyə aiddir? Aid Əhl-i Beytə. Məsələn, Mədinə şəhərində gəlib 7-dən 12-yə kimi olan İnsan surəsi var, İnsan Dəhr surəsi. Deməli, Əl-İslam, xanım Fatimə nəzr edirlər. İmamlarımız, İmam Həsən, İmam Hüseyin rəhməhullah xəstə olublar. Deməli, 3 gün oruç tutsunlar. İmam, deməli, 3 mən yəni ki, 3 kiloqram. Bir də bizim hesabımız 12 kilo arpa borc alır, Peyğəmbər xəbər tutur, sonra nazil olur. Bu surə bu hadisədən sonra nazil oldu. İmam Həsən, İmam Hüseyin xəstəliklə, xanım Fatimə, İmam Əleyhisselam nəzirlər ki, bəs bunlar sağalsınlar. Tutacaq 3 gün oruc, oxumuşsunuz da Quran ayəsi var, Dəhr, insan həl-əta deyilə bir adı. O surə var 7-dən 12-yə kimi ayələrimizdə. Və hər dəfə iftar eləyəndə miskin, yətim, əsir gəlirlər iftar vaxtında, bunlar öz qidasını verirlər bunlara. Deyir, bunları eləyəndə bu hadisədən sonra gəlir həmin ayə. Bu hadisə yaşanır. Bu ailədə hadisə 3 gündən sonra ki, hadisə oldu, gəlir ayəmiz ki, bir növ o aləni tərif ünvanında deyən alərimizdir. Amma bu surənin bunlara aid olmasını istəməyən bəzi qüvvələr var. İstəməyən Abdullah ibn Zübeyir Məkki olmasını iddia edir. Deyir ki, yox, bu ayə Məkkidir.
Məkkədə Həsən Hüseyn nə eləyir? Deyir ki, hardan çıxıb bu ayə Məkkə? Bu ayə mədənidir. Yəni baxanın bu ayənin tarixinə, deməli bax bizə nə kömək oldu? Ayəni bilməliyimizlə ki, Məkkə yoxsa mədənidir, həm də insanın zehninə gəlir, deməli bu fəzilətli şəxslərə aid olan bir ayəmizdir. Bilməliyimizlə ki, ayə Məkkə və mədəni həm tarixi bilirik, həm də ayə əslən kimə aiddir? Biz onu burada bilirik. Bu birinci məsələ ki, tarixi faktla bu ayə Mədinə şəhərinə nazil Məkkədə yox. İkinci də üstəlik Məkkədə əsr yox idi. Əsr harda idi? Mədinə şəhərində. Və bunlar qeyd edin, qəşəng savcı deyərlər. Yox, siz şəhərlər, molla danışırsınız ki, Həsən Hüseyn xəstələndirlər. Axı bu sürə Məkkədə mədəni deyil. Desən cavab bütün tarix onu mədəni qeyd edilir. İkincisi ki, o ayədə var əsr sözü. Məkkədə haçanın əsr olub? Əsr olub harda? Mədinə şəhərində. Çünki Məkkədə müharibə olmayıb. Harada müharibə? Mədinə şəhərində olub. Sonra keçən dərsimizə buna bir əlavə idi. Kitabda yox idi. Qeyd edin ki, sizə lazım olacaq.